Fariz'den xahiş elədim. Fariz Bey dedi ki, okey Elvan, eləyəcəm mənə lazımdır, eləyəcəm. Çox xahiş, mən özüm girə bilmirəm. Mən girsəm desə başqa sözlər deyərəm. Mənə də söyüşən ki, mənə tanıyırlar. Vallahi məndə heç kəsə heç vaxt söyüş olur da indi əsəbləşmişəm insandır da. Bu insan əsəbləşəndə söyür. Hamısından özür istəyirəm. Əgər mən hər hansı bir şey eləmişəmsə, çox xahiş edirəm sizdən. Yığışdırın bu söhbəti. Çox xahiş edirəm. Oğlan evinə, qız evinə heç nə yazmayın. İldizləri istəyənlər. Vəkil Fərid Həsənov Bakı İstintaq Təcridxanasında Arzum 9999 ləqəbli tiktoker İlduzə Hacıyeva ilə görüşüb. Bunu ölkə azı açıqlamasında müdafiəçi bildirib. Onun sözlərinə görə İlduzə Hacıyeva özünü yaxşı hiss edir, səhhətində heç bir problem yoxdur. TikToker kamerada bir neçə nəfərlə birlikdə saxlanılır. Saxlanma şəraiti yaxşıdır, heç bir şikayəti yoxdur. Eyni zamanda özünə olan münasibətdən də narazı deyil. İlduzə Hacıyeva vəkili ilə söhbətində deyib ki, Xəzər rayon məhkəməsinin hökmünü qanunsuz, əsassız və ədalətsiz sayır. Dedi ki, belə bir qərar gözləmirdim, hələ də şokdadır. Kamerada onunla birlikdə saxlanılan şəxslər də təəccübləniblər. Amma İlduzə xanıma deyir ki, axı Azərbaycanda yol nəqliyyat hadisəsində, xüsusilə də şübhəli yol qəzasına görə qadınları həbs etmirlər. 4 uşaq anasına isə belə bir cəzanın verilməsinə rast gəlinməyib. Fərid Həsənov bildirib ki, tiktokerin övladlarına hazırda nənə-babalara baxır. Onun Almaniya vətəndaşı olan həyat yoldaşının isə yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir. Onun vəkilləri apellyasiya şikayəti verməyə hazırlaşırlar. Mən indi sizin dil öyrəndim biraz. İndi bilmirəm nə edəcəm bunu. Arzum 9999 ləqəbli tiktoker İlduzə Hacıyevanın həyat yoldaşı Deniz canlı yayımda bəzi açıqlamalar verib. Deniz, İlduzə ilə küsülü olmadığını, amma yollarının bir dəfəlik ayrıldığını deyib. Mən də ancaq istəyirəm o gəlsin evə, uşaqların yanında mən gedirəm. Taylandiya gedirəm.